Məzunlar niyə iş tapmaqda çətinlik çəkirlər? Tədris olunan ixtisaslar əmək bazarına nə zaman cavab verəcək? Yeni təhsil proqramı bu istiqamətdə nələri dəyişəcək? Yaxın oturun, sabah saxlamadan bu suallara birgə cavab axtaraq. Axşamınız xeyir. Yaxın zamanda əmək bazarına uyğun yeni təhsil proqramları hazırlanacaq. Bu barədə Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədi ilə yaradılmış komissiyanın ilk iclasında məlumat verilib. Bugün ali məktəb ixtisaslarının əmək bazarına uyğunlaşdırılması ən aktual məsələlərdən biridir. Çünki əmək bazarının günbəgün dəyişən tələbləri bəzən gənclərin iş tapmasına maneələr yaradır. Son dövrlər bu problemlə ən çox universiteti yenicə bitirmiş gənclər qarşılaşır. Onlardan ya təcrübə tələb olunur, ya da yiyələndikləri ixtisas əmək bazarının tələblərinə tam uyğun gəlmir. Üstəlik, bəzən zərurət olmadığı hallarda gənclərdən xarici dil bilikləri, yaxud bir sıra kompüter proqramlarında işləmək bacarığı da tələb olunur. Bütün bunlar isə iş axtarışında olan universitet məzunlarını bəzən çətin seçim qarşısında qoyur. Məsələnin digər bir tərəfi də var. Öz ixtisasına uyğun iş tapmayıb başqa bir sahədə çalışan gənclər. Bununla bağlı ölkəmizdə rəsmi statistika olmasa da, belə gənclərin sayı heç də az deyil. Bu məsələdə universitetlərin də üzərinə müəyyən qədər məsuliyyət düşür. Çünki əksər universitetlərin tədris prosesində praktikaya az yer ayırması, təcrübə proqramlarının kasadlığı və ən əsası ixtisaslaşmanın düzgün aparılmaması sonradan gənclərin iş tapmasında əngəllər yaradır. Bəs ölkəmizdəki universitetlərin təklif etdiyi ixtisaslar əmək bazarının tələblərinə nə dərəcədə uyğundur? Əmək bazarına uyğun yeni təhsil proqramları bu sahədəki problemləri aradan qaldıra biləcəkmi? Prosesə ilk dəfə olaraq iş adamlarının da cəlb edilməsi nə vəd edir? Bugün sabah saxlamadan bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq. Sabah Saxlama studiyasında dəfələrlə məzunların iş tapmaq məsələsi müzakirəyə qoyulub. Bugün də həmin o günlərdən biridir və biz bugün sual verəcəyik ki, məzunlar niyə iş tapmaqda çətinlik çəkirlər və siz də bu müzakirəmizin bir parçası ola bilərsiniz. Ekranda gördüyünüz əlaqə vasitələri ilə bizə həm suallarınızı, həm də fikirlərinizi səsləndirə bilərsiniz. Biz isə həmin sualları və fikirləri, eyni zamanda bizdə olan sualları studiyadakı olan qonaqlarla birgə müzakirə edəcəyik. Gəlin həmin qonaqlarla yaxından tanış olaq. Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli, sosioloq Üzeyir Şəfiyev, təhsil texnoloqu Şəmil Sadiq, insan resursları üzrə mütəxəssis Dilşad Camalova, karyera və işə hazırlıq mərkəzinin təsisçisi Şahin Sərdarlı. Söhbətimizi isə Şahin bəy sizinlə başlayacağıq. Təqribən 2 ay əvvəl elə bu studiyada gənclərin ixtisaslarına uyğun iş tapması məsələsi müzakirə olundu. Həmin vaxt bir çox fikirlər səsləndirildi və hətta siz özünüz də qeyd elədiniz ki, bu haqda təkcə bir saat danışmaq yox, günlərlə danışmaq olar. Təbii ki, sabah saxlamayaq, müxtəlif mövzuları üst tutur və biz də çalışırıq ki, mütəmadi olaraq gəncləri, məzunları narahat edən iş məsələsinə yer ayıraq. Bugün də bir daha qeyd etdiyimiz kimi həmin günlərdən biridir. İstərdik sizin müşahidələrinizə bir nəzər salaq. Məzunlarımız əmək bazarında özləri üçün iş axtaranda hansı çətinliklərlə qarşılaşırlar? Hansı ixtisası bitirən məzunlar iş tapa bilmirlər? Əmək bazarında vəziyyət indi necədir? Nələr müşahidə edirsiniz? Mövzuya ilk olaraq ondan toxunmaq istəyirəm ki, bundan əvvəlki verilişlərdə də toxunduğumuz məsələlərdən artıq bir çox istiqamətlərdə real təkliflər qiymətləndirilir və dövlət qurumlarında bu istiqamətdə işlər aparılır. Bunun özü sizin təbii ki, uğurunuzdur ki, qaldırdığınız problemlər mərhələli şəkildə həllini tapır. Əmək bazarında ciddi problemlər var. Bu problemlərdən ən başlıcası təhsilini başa vurmuş məzunların real iş şəraitində işləyə bilməməsi məsələsidir. Məsələn, bir tələbə universiteti başa vurur və faktiki olaraq əmək bazarına daxil olmaq istəyir. Qeyd etdiyiniz kimi, süjetdə də qeyd olunduğu kimi, onun təcrübə tələb olunur, praktiki biliklər tələb olunur, kompüterlə işləmə bacarığı tələb olunur. Ən əsası subordinasiya daxili nizam qaydalarını bilmə, bu istiqamətdə riayət etmə tələb olunur və s. və alaxır. Bu istiqamətdə çox şeyləri sadalaya bilərik. Amma ixtisaslar məsələsinə gəldikdə bir çox istiqamətlər üzrə, bir çox ixtisaslar üzrə gənclər, məzunlar problemlə üzləşir. Bunun misal üçün deyə bilərəm regionşünaslıq ixtisasları. Bir çox universitetlərdə müxtəlif regionlar üzrə ixtisaslar mövcuddur və hər il təxminən ən azı 13-14
tələbə qəbulu həyata keçirilir, amma onların real olaraq məzun olduqdan sonra neçəsinin öz ixtisası üzrə ixtisaslaşması və işə qəbul olması statistikası aparılmır. Və təbii ki, 4 ilin regionşünaslıq ixtisasına ayrılmış və o istiqamətdə ixtisaslaşmış bir tələbənin bir il iş axtarışında olub, daha sonra fərqli bir peşəyə yiyələnməsi, yönəlməsi və onun üzərində yenidən bir 6 ay, 1 il əziyyət çəkib həmin sahəni öyrənməsi zaman etkisidir. Ola bilər, regionşünaslıq ixtisası vacib və çox maraqlı bir istiqamətlərdən biridir, amma tələbə qəbulunda elə statistik rəqəmlər qoyulmalıdır ki, həmin tələbənin ən azı 50% daha sonra sahəsi üzrə karyerasını davam etsin. Şahin bəy, siz regionşünaslıq fakültəsini və ya ixtisasını qeyd edirsiniz. Mən istərdim konkret olaraq daha hansı ixtisasları nümunə çəkə bilərik ki, məhz həmin ixtisaslar üzrə məzun olan gənclər əmək bazarında onlara uyğun iş yoxdur. Əmək bazarında uyğun iş var, amma o qədər də deyil. Məsələn, ekologiya sahəsini deyə bilərik, mühəndislik ixtisasları deyə bilərik. Aktual ixtisaslarda? Aktual ixtisaslardır, amma niyə iş tapa bilmirlər, mən sizə deyim. Çünki real praktika görə bilmirlər, real təcrübə görə bilmirlər. Şirkətlər nə istəyir mütəxəssis qəbulunda? Şirkət rəhbəri və HR rəhbər ondan sahə üzrə praktiki bilik istəyir. Ən azı 1 il iş təcrübəsi olmalıdır ki, normal maaşlı, normal iş şəraiti bir vəzifəyə, vakansiyaya müraciət hüququ yaransın. Amma o, həmin 1 illik təcrübəni tapa bilmədiyi üçün, formalaşdıra bilmədiyi üçün uzun müddət çətinlik çəkir. Ya tələbə vaxtından o qədər aktiv, o qədər yüksək nəticə göstərməli və network əlaqələrini o qədər genişləndirməlidir ki, tələbə öz əlaqələri sayəsində getdiyi müəssisələrdən daha uğurlu nəticələrlə geri dönsün. Müəllimlik ixtisaslarından misal gətirə bilərəm. Bu yaxınlarda sosial mediada da, xəbər saytlarında da bir xəbər çıxdı. Bilmirəm, bu rəsmi təsdiqini tapacaq yoxsa yox ki, kollec statusunda olan müəssisələrdə müəllimlik ixtisasları artıq qəbulu həyata keçirilməyəcək. Bunun özü müsbət bir addım olar. Yəni, çox müsbət addım olar. Çünki təkcə mən bir misal götürəcəm. Dillər Universitetindən hər il 1000-dən çox müəllim ixtisası üzrə tələbə məzun olur. Təkcə bir universitetdən. Görün, nə qədər universitet var. Bakı Dövlət var, digərləri var, digərləri var. Amma nə qədər vakansiya var müəllimlik ixtisasları üzrə? Sertifikasiya var, Təhsil Nazirliyi tərəfindən bu sertifikatlaşma aparılır və çox ciddi şəkildə yeni vakansiyalar açılır. Amma bu da onu, belə deyim də, bu real olaraq nəticə yönümlü olmur. Daha çox məzun buraxırıq, daha az vakansiya olur. Yəni, belə deyim də, elə bir proqramlar hazırlanmalıdır ki, elə bir statistik nəticə aparılmalıdır ki, ən azı 50-60% şəxsin növbəti 2 il ərzində işə qəbul mərhələsi həyata keçirilsin. Ən azı növbəti 2 il ərzində. Şahin bəy, siz məhz məzunların təcrübə problemlərinə toxundunuz, eyni zamanda bəzi ixtisasları qeyd ediniz ki, onlara əmək bazarında daha az tələb var və əlbəttə ki, bu səsləndiyiniz fikirlər ən azından mövcud sahəyə bir baxış idi, sizin münasibətiniz idi. Biz isə xatırladaq ki, əziz tamaşaçılar, Elm və Təhsil Nazirliyi ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədi ilə yeni komissiya yaradıb və komissiyanın ilk iclası olub və bu ilk iclasda iştirak edən şəxslərdən biri də Şahin bəy siz idiniz. Mən istəyirəm bir qədər və Şahin bəy verdiyim suala bir də sizdən münasibət alaq və eyni zamanda mövcud vəziyyətə, bu sahəyə, bu istiqamətə bir də sizin baxışınızı alaq. Bugün məhz bəlli ixtisaslar üzrə və yaxud ki, hansı ixtisas üzrə məzunlar var ki, biz düşünürük ki, artıq bu ixtisaslara əmək bazarında ehtiyac duyulmur. Əvəzində daha aktual ixtisaslar var ki, bugün məhz universitetlərdə onlar tədris olunmalıdır. Təşəkkürlər. Deməli, həqiqət etdiyiniz kimi Elm və Təhsil Nazirliyinin əmri ilə bu təhsil proqramları işləməsinin bir komissiya yaradıldı. Təqribən səhv eləmirəmsə 11 komissiyadır, müxtəlif sektorlar üzrə. Bizim komissiya təhsil sahəsindədir, təhsil ixtisasları ilə bağlıdır. Və bu il, məncə Azərbaycanda birinci dəfədir ki, məhz təhsil proqramlarının hazırlanmasına əmək bazarının nümayəndələri cəlb olunur. Bəli. 2 həmsədr var hər komissiya üzrə, iqtisadiyyat, sənaye, tibb və s. və təhsildə. Biri Azərbaycan Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovdur, hörmətli professorumuz. Bir də əmək bazarı tərəfdən mənəm. 2 həmsədr olaraq bu fəaliyyəti
prosesi izləməyə İndi də sizə başlamışıq. uğurlar arzu edirik. Çox sağ olun. Artıq 3 iclas keçirmişik. Təqribən komissiyamızın 200-ə yaxın üzvü var və bu 200 üzvdən bir 110 nəfəri universitetlərin balansında fəaliyyət göstərən mütəxəssislərdir, şöbə müdirləridir, dekanlardır, prorektorlardır. Bir də əmək bazarının nümayəndələri var ki, onu da biz tərəfdən təyin eləmişik, müəyyənləşdirmişik, seçmişik, təşrif eləmişik. Təqribən 200 nəfərə yaxın bir komissiya üzvü var. 3 dəfə iclasımız keçirilib, 5 dəfə deyək, ikisi üçü də kiçik formatda. Və müzakirələrimiz doğrudan da onu göstərir ki, doğrudan çox ciddi ehtiyac var. Mən buna görə təşəkkür edəcəm Elm və Təhsil Nazirliyinə. Biz əmək bazarının nümayəndəsi olaraq, iş adamı olaraq, işə götürən tərəf olaraq həmişə prosesə uzaqdan baxırıq. Bu il onun içindəyik. Və proqram necə yazılsın, siz verdiyi sual var. Mən də çox rahat tənqid edə bilirəm. Şahin bəy də tənqid edir. Bu qədər kadr niyə buraxılır? Bu qədər keyfiyyətsiz kadr niyə buraxılır? İndi Nazirlik bir növ bizə deyir ki, gəlin işin içində olun. Nə eləyək ki, bu iş daha yaxşı olsun. Siz də əlinizi daşın altına Siz də əlinizi qoyun. daşın altına qoyun. Yəni bir növ prosesdə məsuliyyət daşıyın. Əslində çox haqlı bir addımdır və çoxdan olunmalılardan biri idi. Və xeyli belə uğurlar var. Məsələn, Yaxşı, o zaman gəlir o məsələ. Daş ağırdımı? daş ağırdı. Çox ağırdı. Niyə daş ağırdı? Çünki 30 illə, bəlkə də 20-25 ildə yığılıb qalan problemlər o qədər qalıb ki, və bu gün hansısa bir də bizim millət olaraq bir yaxşı xasiyyətimiz var. Xətir üçün xəstə yatmaq. Tutaq ki, bir fakültəni, bir ixtisası, bir fənni ləğv eləmək istəyəndə gözümüzün qabağına gəlir. Bəs bu kadrları nə eləyəcəyik? Adam buradan çörək qazanır, işləyir. Ona görə bəzi görürsən gərəksiz ixtisaslar, gərəksiz fənlər elə illərlə yığışır qalır. Dəfələrlə müzakirələrimizdə səslənən fikirlərindən ən aktualı da budur. Çox önəmlidir və bu mövzuda o qədər uzun proses olub ki, təsəvvür edin, bu proses, yəni ixtisas proqramlarının, təhsil proqramlarının hazırlanması artıq bizdə 5 ildən birdir. Yəni 4 ildən 5 ildən bir. Belə düşünək də 4 il universitet bitir, bir kurs, sonraki proqramlar işlənməlidir. Əslində orada da təşkil eləmişəm, məncə bu artıq 2 ildən bir minimum dəyişilməlidir. Çünki zaman çox sürətlə gedir və biz 5 ildən sonraki prosesin hara gedəcəyini indidən proqnozlaşdıra bilmirik. Çünki 1 ildən sonra tamamilə dəyişmiş olur. Və bu dəfəki komissiyanın uğurlu tərəfi odur ki, əbədi deməyim, uzun müddətli komissiyadır. Yəni sadəcə bu ilki magistr proqramlarını işlədib, bitirdiyi komissiya dağılsın, təzə komissiya yığılsın deyil. İndi ola bilər müəyyən dəyişikliklər Nazirlik tövsiyəsindən ola bilər, amma komissiya uzun müddətli fəaliyyət planı var. Mənzərə necədir Şəmil bəy? Mənzərə belə deyək də, bu gün üçün ağırdır. Niyə ağırdır? Biz, Şahin bəy qeyd elədi, mən belə müəllimlik ixtisası ilə bağlı danışım. O qədər müəllimlik ixtisası ilə bağlı bir qəbul var ki, yəni statistikalar verilir və universitetlərimizin əksəriyyəti region universitetlərimizlə Lənkəran, Naxçıvan, Sumqayıt, Bakı Dövlət və Pedaqoji Universitet onsuz da pedaqoji fakültələr yaradır və müəllimlər institutunun filialları və s. və əksəriyyət müəllimlik peşəsi yetişdirir. Və bu problemin yaşanmasının 2 səbəbi var. Birinci, bizim universitetlər müasir tələblərə cavab verən kadr yetişdirmir. İkinci, biz ixtisas proqramlarını, axırıncı dəfə bakalavr ixtisas proqramları 2020-ci ildə tərtib olunub, hazırlanıb və bu ilki hal-hazırda oxuyan tələbələr həmin proqram əsasında tədris almış olurlar. Ki, o 2020-ci ildəki tam məlumatım yoxdur, amma təqribi bilirəm ki, 2020-ci ildə təyin olunan, hazırlanan proqram uzun müddətdən sonra hazırlanıb. Yəni bir 10 il, 8 il keçib ki, 2020-də işlənilib. Bəlkə Nizat müəllim onu düzəldə bilər. Uzun müddətdən sonra 2020-də yenidən baxış olub. Halbuki bu, mənə görə bugün 2 ildən bir baxış olunmalıdır. Fakültə və ixtisas. Burada məzunların o problemlərinin səbəbi, dediyim kimi 2 səbəb var. Biz o ixtisasları, fakültələri, müasir tələblərə cavab verən formatda, proqramları, onun məzmun və kontent var da, içərisi var. Tutaq ki, Azərbaycan ədəbiyyat müəllimliyi çox gözəl səslənir və bundan bugün vaz keçiləcək deyə bir şey yoxdur. Önəmli bir fakültəmizdir və bundan tələbə yetişdirəcəyik. Amma onun içəriyi, proqramlar nə dərəcədə o müəllimin müasir standartlara cavab verməsinə cavab verir. Mən bitirəndən sonra özü ayrıca bir repetitor yanına gedəcək mi? Hayır, məsələ ondan ibarətdir. Bax, universitetlərimiz bu məsələyə doğrudan tələb verməkdə çox gec qalır. Ağır tərpənir mənə görə. 2015-ci ildə UNESCO-nun bir dənə belə deyək ki, elanı var idi ki, 2025-ci ildə dünyaya 7 milyon sistem mühəndis, STEM əsaslı müəllim ehtiyacı olacaq. 2015-də verilib təqribən bu tədqiqat. 2017-18-də də biz liseyə açanda STEM əsaslı almışıq və gəlin bugün bir orta məktəb direktoru olaraq deyim, biz universitetdən çıxan tələbənin gəlib mənim liseyimdə və yaxud da dövlət məktəbi, hansısa bir məktəbdə işləməsi üçün o STEM əsaslı tələblərə cavab verə bilirmi sualının cavabı yoxdur.
Çünki bir də üzr istəyirəm, fikrimi yekunlaşdım. İkinci bir tərəfə bizim universitetlərimiz hələ də təcrübə əsaslı təhsilə keçməkdə çox ləngiyir. Problem oradadır. Bayaq Şahin bəy də dediyi kimi biz təcrübəni gözləyirik, universiteti bitirsin, geçsin bir il başqa bir şirkətdə ödənişsiz, maaşsız, 2 il ayaq döysün, öyrənsin ki, lazımdır bu tələbə üçün, iş axtaran üçün vacibdir, onu qoyuram insan resursları deyə bilər. Amma universitetlər, dünya universitetləri artıq o qədər dəyişir ki, təcrübə əsaslı universitet kadrı yetişdirmək üçün heç olmazsa 2 il təcrübədə olmalıdır. Bizim müəllimlik ixtisasında təqribən 1 ay aktiv, 1 ay pasiv ixtisaslar var. Səhv eləmirəmsə, Ceyhun müəllim nazir olanda son 1 ilin ixtisasla praktikaya getməsinə bağlı sərəncam verilmişdi. Amma universitetlərimiz tam tətbiq olunmur. O baxımdan bu problem yığılıb qalıb və ixtisasların içərisində, müəllimliyin özündə mən fikrimi yekunlaşdırım, bilirəm tələssiniz və qonaqlarımız da çoxdur. Fikir bildirə bilərlər. Müzakirəmizə qoşulsunlar. Yox, haqlısınız. Yığılıb qalan o problemlərin içərisində ki, müəllimliyin içərisində o qədər, məsələn, rəqəmsal bacarıqlara cavab verən müəllim tapmaq çətindir. Müasir texnoloji proseslərə cavab verən müəllim. Niyə çətindir? Çünki o universitetdə o tədrisi alacaq kafedrası olmalıdır, müəllim olmalıdır, kadr olmalıdır. Universitet də bu işi görmək üçün kadr yetişdirməlidir. Ona görə proses biz 2006-da kurikuluma başladıq. Çox təəssüflər olsun ki. O dövrdə mənə görə orta məktəbdən başlanılmamalıdır. Universitetin ali məktəbində kurikuluma cavab verən, yeni kurikulumlara cavab verən müəllimlər yetişməli idi. Sonra biz keçməliydik orta məktəbə. Amma biz orta məktəbdən başladıq və dəyişdik. Şahin bəy, sizinlə bu hissəsini, müzakirəmizin bu yerini Nicat bəy sizinlə davam edək. Təbii ki, birinci həmin o kadrlar yetişdirilməlidir ki, yeni kadrlar yetişdirsinlər. Amma o kadrların yetişdirilməsinin də özünə bir kadr lazımdır ki, o həmin o müəllimlər, belə deyim, yetişsin, ərsəyə gəlsin və onlar da gələcəkdə tələbələri öyrətsinlər. Baxın, proses nə qədər sadə görünsə də özündə bir dolaşıq vəziyyət yaradır. Siz necə baxırsınız bu məsələyə və proqramın işlək mexanizmi, həyata keçməsi, bununla bağlı sizin münasibətiniz necədir? Nikbin baxa bilirsinizmi işlərə? Baxmağa çalışırıq ən azından. Nikbin baxmasaq, onda gərək işləri atıb gedək. Əlbəttə, məsələ burasındadır ki, yəni siz çox doğru qeyd edirsiniz və həmkarlar da doğru qeyd edirlər ki, bu istiqamətdə ciddi problemlər mövcuddur. Əmək bazarı ilə universitetlərin əlaqələrinin qurulması istiqamətində problemlər kifayət qədər ciddidir. Amma məsələ burasındadır ki, burada ən vacib olan məsələ universitetin aktiv olması məsələsidir. Bizim ən ciddi problemlərimiz ondan ibarətdir ki, və xüsusən ondan doğru ki, biz belə hesab edirik ki, hər şeyi dövlət öz üzərinə götürməlidir. Məsələn, deyək ki, normalda hətta dövlət standartının yazılması prosesi öz-özlüyündə bir proses olur. Yəni, dövlət standartı olduğuna görə Təhsil Nazirliyi bilavasitə burada iştirak edir. Amma nəzərə almaq lazımdır ki, əmək bazarının tələbi universitetin öz tərəfindən öyrənilməlidir. Çünki əgər universitetin məzunu əmək bazarında özünə iş tapa bilmirsə, o universitet bu və ya digər halda özünü, belə deyək də, tam universitet kimi hiss eləməməlidir. Mərkəzlər, laboratoriyalar və onlar həmin əsaslar əsasını öyrənməlidir. Bütün universitetə xas olan əlamətlərlə, xüsusiyyətlərlə birlikdə eyni zamanda universitetin əmək bazarında çəkisi, onun məzunlarının reytingi, onun işə düzəlmə əmsalı və s. universitetin bu və ya digər şəkildə reytinginə təsir edən məsələlərdir. Sadəcə bizim universitetlərimiz çox uzun müddət belə deyək də, ətalətlə, o inersiya sistemi ilə irəli gediblər və belə fikirləşiblər ki, dövlət müəyyən bir sifariş verir, o sifarişi həyata keçirirlər və bunun nəticəsində də bu və digər şəkildə fəaliyyətlərini sürdürürlər. Əslində, proses belə olmamalıdır. Yəni, universitet daha çevik bir qurum olmalıdır. Çünki bütün hallarda, baxın da, indi biz söhbət ondan gedir ki, biz proqramlarımızın dəyişməsinə çalışırıq və biz bunu mütəmadi olaraq eləməyə çalışırıq. Amma nəzərə almaq lazımdır ki, hətta tarixən bu ilk dəfə bu proseslər, yəni bayaq Şəvin müəllim dediyi kimi, artıq növbəti dəfə proqramlar dəyişəndə orada belə bir məsələ nəzərdə tutulub. Bu proqramın məcburi hissəsi var. Yəni, istənilən bir ixtisasın bir məcburi hissəsi var ki, dövlət deyək ki, məsələn, siz oxuyursunuz hansısa bir ixtisasda. Mən jurnalistika fakültəsini bildim. Jurnalistika fakültəsi. Siz mütləq Azərbaycan tarixi oxumalısınız, Azərbaycan dili oxumalısınız. O ixtisasın kök fənləri dediyimiz ixtisas fənləri olan, ingiliscə core fənləri deyirlər. Yəni, o fənləri keçməlisiniz və eyni zamanda sizin elektiv fənləriniz var, yəni seçmə fənləriniz var. Biz vaxtilə həmin seçmə fənləri universitetin öz öhdəsinə ötürmüşük. Seçmə fənlər dedikdə qeyri-ixtisası nəzərdə tutursunuz? Yox, ixtisasın özündə olan seçmə fənlər. Məsələn, deyək ki, siz bayaq söhbət onun nədən gedirdi? Məsələn, siz deyək ki, ixtisaslaşmaq istəyirsiniz idman jurnalistikası sahəsində və yaxud da, nə bilim, hansısa başqa təhsil jurnalistikası sahəsində. Bununla bağlı sizə bir neçə elektiv
dərslər təklif olunur. Dünyanın bütün universitetlərində proses bu cür baş verir. Siz universitetə gələndə universitetin bir registrar sistemi var, qeydiyyat sistemi var. Və o sizə təklif edir ki, bu semestr ərzində sizin 2 dənə vacib fənniniz var ki, mütləqdir bu fənni götürməlisiniz. Və 3 dənə də digər fən götürməlisiniz ki, siz kreditləri tamamlayasınız. Amma bu 3 fənnə görə mən sizə 9 dənə fən təklif eləyirəm. Hansını istəyirsiniz götürün. Universitetlər bunu təklif eləyəndə, yəni söhbət ondan gedir ki, universitet təklif eləməli ki, mənim alternativlərim bundan ibarətdir və bu da çox çevik mexanizmlər əsasında olmalıdır. Bugün deyək ki, əgər 10 il bundan qabaq, məsələn, deyək ki, SMM dediyimiz məsələ yox idisə ortalıqda, indi SMM məsələsi var. Universitet çevik olaraq ona cavab verməli ki, mən SMM mütəxəssisi hazırlamalıyam. Amma indi deyirsiniz ki, elə bir şey yoxdur. Varsa da çox az saydadır. Var. Sadəcə universitetlər əmək bazarının tələblərinə çevik şəkildə cavab vermək üçün mexanizmləri mövcuddur. Yəni, bunun qarşısını alan hansısa bir maneə mövcud deyil. Universitet çevik şəkildə əmək bazarının tələblərinə cavab verə bilər. Sadəcə, universitet əmək bazarına buna görə işləməlidir. Nə üçün işləməlidir? Çünki universitet maraqlı olmalıdır ki, onun reytingi qalxsın. Onun reytingi qalxanda, baxın da bizim məsələmiz ondan ibarətdir ki, universitetin reytingi qalxanda o daha çox tələbə cəlb eləyə bilir. Daha çox tələbə onun daha çox maddi gəlir əldə eləməsi deməkdir. Onun işçilərinin əmək haqqısının artması deməkdir və s. Bu rəqabət mühitində əgər sadəcə universitet fikirləşirsə ki, mən yalnız dövlət sifarişini həyata keçirəcəm, məsələn, pulsuz tələbə götürəcəm və bununla da hər şey bitəcəyi daha yaxşı olacaq. Düzdür, universitetlərimiz istəyirlər daha çox indi pullu ödənişli tələbələr götürsünlər. Amma siz əmək bazarı ilə, yəni reytinginizi qaldırmadan bunu eləmək mümkün. Reyting qaldırmaq üçün də mütləq əmək bazarına gedib soruşmalısınız ki, bizim belə universitetlərimiz var. Gedib soruşmalısınız ki, mənim məzunum nəyi bilir, nəyi bilmir. Məsələn, mənim məzunum və yaxud da məzunun özünü çağırıb deməlisiniz ki, sən işə girmisən, mən sənə keçdiyim dərslərin hansı sənə fayda gətirib, istifadə eləmirsən praktik həyatında, hansından istifadə eləməmirsən? Mövzunun ən yaralı hissələrinə, ən çətin hissələrinin bir neçəsinə toxunduq və bu irəliləyən dəqiqələrdə də biz digər məsələlərə toxunacaq və hazırda əziz tamaşaçılar Sabah Saxlama studiyasında biz məzunlar niyə iş tapmaqda çətinlik çəkir suallar tərəfində müzakirə təşkil etmişik. Qısa fasilədən sonra müzakirəmiz qaldığı yerdən davam edəcək. İctimai televiziyada Sabah saxlamayıq vaxtıdır. Sabah saxlamadan məzunlar niyə iş tapmaqda çətinlik çəkirlər suallar tərəfində müzakirəmiz qaldığı yerdən davam edir. Hazırda isə insan resursları üzrə mütəxəssis Dilşad Camalov ilə söhbətimizi davam edəcək. Baxın Dilşad xanım, sizə kimi qonaqların səsləndirdiyi bir fikir var idi. Eyni zamanda bu mövzunun müzakirə olanda hər zaman səslənən bir məsələ var ki, əmək bazarı öyrənilməlidir. Siz də mütəmadi olaraq məzunlarla görüşürsünüz, danışırsınız, kadr axtarışındasınız. Hansı mənzərə ilə qarşılaşırsınız? Hansı ixtisaslar üzrə, hansı sahələr üzrə mövcud əmək bazarında çətinliklər var, kadr çatışmazlığı var?
Tamam, ilk öncə təşəkkür edirəm. Mən əslində biraz mövzuya başqa aspektdən yanaşacağam. Yəni, az öncə danışan müzakirələrin hamısında universitetlər, işə götürənlərlə bağlı danışdıq, amma kadrlarla bağlı heç kim danışmadı. Biz bilirik ki, ən böyük kapital zaten bir insandır. İnsan ən böyük kapitaldır və mənim rastlaşdığım mənzərədə, olduğum tədbirlərdə mi deyim, yarmarkalardan mı deyim və s. digərlərində asan yoldan iş əldə etməyə çalışan kadrlar var. Yəni, sizin bildirdiyiniz kimi az öncə dediniz, universitetlərdə o şərait var. Amma universitetdəki şəraitdən o tələbə nə dərəcədə istifadə edir? Yəni, mən çox tələbədə və yaxud da çox şəxslərdə onu görməmişəm. Özüm qəbul elədiyim... Universitet yaratmamalıdır. Yox, tələbədə marağı universitet yaratmır. Amma universitet o tələbəni cəlb eləməyə bacarmalıdır. Onu demək istəyirəm, maraq və yaxud da cəlb eləmə prosesi olmalıdır da. Olmalıdır. Yəni, məsəl üçün, gəlir, kadr gəlir, tutaq ki, universiteti qutarıb, soruşanda bu ixtisası niyə qutarmısan? Deyir, ilk öncə bir şey deyim ki, ailədən çox şey asılıdır. Ailədən gəlir hər şey. Bizim soft skill, yumuşaq bacarıqlarımız, əgər ki, ailəmizdə inkişaf eləmirsə, biz məcburuq ki, bunu bir müddətdən sonra, universiteti bitirəndən sonra özümüz öz üzərimizdə çalışıb inkişaf etdirək. Təbii ki, dediklərinizə həqiqətən aradışıqla bir məsələ də var da. Universitet daxı diplom verir. O diplomda həmin universitetin adı var. Sabah həmin o ixtisas hansısa əmək bazarında özünü doğrultmayanda dərhal deyəcəklər ki, o universitet sənə o diplomu niyə verib? Amma belə bir şey var. O viral olan bir reklam var Instagramda falan. Yəqin ki, hamımız rastlaşmışıq. Biraz mövzunun ciddiyyətini itirsə də deyəcəm. Deyir, illər boyu görəcəyim iş üçün ixtisası seçəndə mən və yaxud da Fries'in yanında hansı sosu seçəm mən. Oturub belə fikirləşir ki, hansı sosu seçim. Yəni, bizim mentalitet olaraq, düşüncə tərzi olaraq biz düşünürük ki, sadəcə universitetə girib. Səndən soruşurlar ki, oğlun, məsəl üçün, qızın neynədir, qəbul oldu? Hə, qəbul oldu. Hansı ixtisasa qəbul oldu? Nə oxuyur, necə oxuyur? Buna heç kim o zamanlarda maraqlanmır. Tələbəlik dövründə... qəbul olunduğu soruşulur. Sonraki mərhələ soruşulur. Sonraki, yəni o gələcəkdə... Fakültə soruşulur. O gələcəkdə o fakültəni hansı şəkildə dəyərləndirəcək? O dövr üçün heç kimə maraqlı deyil bu. Axırda iş tapmaq mərhələsinə gələndə deyir, ay, kaş ki zamanında başqa cür seçəydim, bu yönümlü gedərdim. Biz artıq süni intellekt dövründəyik və müəllimin də bildirdiyi kimi 2 il müddət belə bəzən azlıq edəcək bizə. Çünki hər şey sürətlə inkişaf edir. İnsan faktoru yavaş-yavaş ortadan çəkilir. Əgər sən rəqabət girə biləcək düşüncəyə və rəqabət apara biləcək biliyə, bacarığa sahib deyilsənsə, bunu sənə universitet verə bilməyəcək. Universitet sadəcə önünə qoyacaq. Onu oradan götürmək işçinin özündən, kadrın özündən asılıdır. Baxın, Dilşad xanım, heç olmurmu ki, hansısa sahə üzrə, hansısa peşə üzrə mütəxəssis axtarmısınız və həmin o mütəxəssis də elə onun fakültəsini bitirib, gəlib, baxmışsınız ki, qiymətləri də yerindədir, amma iş tələb eləyəndə görmüşsünüz ki, bu işi bilmir. Heç belə halla rastlaşmamısınızmı? Sual verməmsiniz ki, bəs yaxşı, bu 4 ildə sizə nə öyrətdilər? İstədim burada, çünki siz bir istiqamətdə qeyd edirsiniz ki, məzunlar özləri maraqlı olmalılar, universitetdən tələb eləməlilər. Amma bu bir şey qarşılıqlı olmalı deyilmi? Olub, qarşılaşmışam, çox üzr istəyirəm. Universitetin çox söz istəyirəm, belə sizə dəstək olsun, fikrinizi belə formalaşdırın. 2 tələbə gəlir və yaxud da qruplar var da. Universitetdən universitetə gələn tələbələr arasında böyük fərq var. Böyük fərq var. Məsələn, bizə praktikaya gəlir, təcrübəyə gələn tələbələr var. Sabah qruplarının tələbələri ciddi şəkildə fərqlənir. Bəli, düzdür. Demək ki, universitetin ona yanaşmanın böyük əhəmiyyəti var. Tələbə onsuz da o yaşda olan gənclər yola verməyə, əylənməyə, gəncliyə maraqlıdırlar da. Mən onun üçün maraqlıdır, qiymətimi alım keçim. O hələ işi dərk eləməkdə... Bu, tək tələbədə deyil axı. Bu, insanların hamısının hər bir şeydə var. İşdə də var bu. Yəni, işdə də işçi var ki, eyni pozisiyanı daşır. Biri yola verməyə bacar, digərinin üstünə yük yıxılır. O idarə edir, digər də onun idarə etdiyi işin altından çıxa bilir. Mən dediyim suala necə? Az öncə dediyiniz məsələdə isə, bəli, qarşılaşmışam. Elə bir neçə müddət öncə ciddi bir vəzifə üçün bir namizəd axtarışındaydıq və həqiqətən olunan müraciətlərin demək olar ki, çox gözəl CV-lər gəlirdi. CV-yə baxırdın ki, wow, CV çox gözəldir. Bütün sertifikatlar var, təlimlərdən keçib. Amma indi mən onu bildirməyəcəm hansı imtahanda, hansı ki, o vəzifə üçün o imtahan vacibdir artıq dövlət tərəfindən tələb olunur. Adam imtahandan keçib. Həmin imtahanı sırf o vəzifə üzrə mütəxəssis olan şəxs ona suallar verir ki, məsəl üçün bunu necə edərsən,
baxırıq ki, cavab verə bilmir. Tamam fərqli yöndən, fərqli aspektdən yanaşır. Ümumiyyətlə verilən suala dəqiq cavab vermədi. Sual verdi. İmtahanda keçdiyi imtahan bəs nə idi? O da onu dedi ki, bu imtahan elə bir imtahandır ki, yəni mənim verdiyim ən primitiv suallardır və siz ona cavab verməliydiniz, əgər o imtahanı özünüz vermişdinizsə. Görüntü olaraq bizə elə bir görüntü yaratmışdı ki, onunla danışmadan, müsahibə aparmadan öncəki biz düşünürdük, axtardığımız namizəd odur, vizual olaraq. Ancaq danışandan sonra təcrübədə də olub adam, böyük bir təcrübəsi də var. Lakin tələb olunan, hansı ki, hal-hazır ki, dövrün tələbinə uyğun olan şəkildə rəqəmsal deyirik, innovativ deyirik, heç bir adamda yox idi. Aldığı sertifikatı belə müəyyən bir yollarla almışdı. Hansısa bir yolla almışdı. Yəni, burada təkcə, necə deyim, dövlət müəyyən tədbir qoya bilər. Mən özüm karyera yarmarkalarında iştirak edəndə görürəm. Universitetlərdən hər zaman standart universitetlər qoşulur. Çox nadir hallarda olar ki, digər fərqli universitetləri mən orada görüm. Neçə dəfə olub ki, məsəl üçün, elə bugün bir təklif gəlib ki, karyera yarmarkası olacaq. Baxıram ki, müraciət edənlər yenə standart universitetlərdir. Yəni, digər universitetlərin əksəriyyəti... Hər zaman eyni universitetlər müraciət edirsiniz. Bəli, o qəlibdən çıxa bilmirlər, standartdan çıxa bilmirlər. Üzeyir mən istəyirəm mövzuya sizin münasibətinizi alaq. Baxın, biz müxtəlif fikirlərin şahidi olun. Hətta son müzakirədə baxıram ki, Şəmil bəylə Dilşad xanımın fikrində də bir haçalanma yaranır. Şəmil bəy bildirir ki, burada universitetlərin üzərinə daha çox yük düşür, daha çox məsuliyyət onların üzərinə düşür. Ən azından bir şeyi nəzərə almaq lazımdır ki, 4 ilin tamamında, 5 ilin tamamında təqdim olunan o diplomda mənim də qeyd etdiyim kimi hansı universitetin adı gedir. Bu kiçik bir məsələ deyil. Yəqin ki, siz də bunu etiraf edərsiniz. Və bir tərəfdən də Dilşad xanımın dediyi məsələdə də müəyyən mənada həqiqət payı var ki, əgər mən bu ixtisası seçmişəmsə, bu ixtisasa yiyələnmək istəyirəmsə, 4 ilin tamamında, 5 ilin tamamında əmək bazarında özümə yer tapmaq istəyirəmsə, mən bu ixtisasa yiyələnməliyəm və universitetdən də bunu tələb etməliyəm. Müxtəlif üsullarla müəllimlərin, ixtisasların və yaxud da ki, digər vasitələrin Nicat bəy qeyd etdiyi kimi seçimlərimi etməliyəm. Siz məsələyə necə yanaşırsınız? Bugün bu sahədə hansı problemlərimiz var və həlli üçün hansı adımlar atılmalıdır? Və yeni proqram nələri dəyişə bilər? Bilirsiniz, əmək bazarı həmişə dinamik bir sahə olub və dinamik olduğu qədər də öyrənilməyə ehtiyacı olan bir sahə olub. Müasir rəqəmsal sürət əsrində əmək bazarının bu dinamizmi daha çox sürəkli bir şəkil alıb və belə bir şəraitdə əmək bazarının daha çevik alətlərlə öyrənilməsinə çox ehtiyac var. Və həm də əmək bazarının öyrənilməsi təkcə ali təhsil ocaqlarında yox, mən təklif edərdim ki, orta məktəblərdən başlansın. Çünki şagird, abituriyent ixtisas seçərkən bəzən arxetiplər əsasında, valideynlərin diktəsi ilə, hansısa bir standartlar əsasında bu şəkildə seçirlər və bal göstəricilərinə görə bəzən, məsələn, tutalım ki, hüququ seçən, ora düşə bilmir, gəlir fəlsəfəyə girir, məsələn. Və burada da şairin sözü olmasın, deyir, müsibət olaraq biz səhv düşəndə yerimiz. Elə bir vəziyyət yaranır ki, arzularla imkanlar uyğun gəlmədiyinə görə, təsadüfən, daha doğrusu başqa bir bal səviyyəsində ora düşdüyünə görə, orada da o motivasiyasız oxuyur. Sadəcə el qınağı olmasın deyə, sosial təpki olmasın, valideyn təpkisi olmasın deyə diplom alım, diplom aldım, belə bir şey. Yəni, burada təkcə demək, əmək bazarı və universitetləri bir qarşı durması fonunda məsələni şərh eləməyin mən tərəfdarı deyirəm. Burada daha çox holist yanaşmağa ehtiyac var. Yəni, burada biz nə qədər ixtisas seçimində muxtarıq, azadıq bir fərd olaraq, şəxs olaraq, nə qədər bu valideyn təpkisi var, nə qədər ictimai deməli təpki var, fərdin üzərində cəmiyyətin dominantlığının hansı səviyyədədir, bu məsələlər var. Bir də ümumiyyətlə bu günləri əmək bazarı həm də ona görə rəqabətlidir ki, bilirsiniz ki, hər il əmək bazarına təqribən 110 min işçi daxil olur. Və gəlin görək, 110 min işçi daxil olan əmək bazarına o qədər iş yerləri açılırmı? Əlbəttə ki, iş yerləri açılır, ancaq o sayda açılmır. Tutalım ki, 70 min, 80 min iş yeri açılır və plus açılan iş yerləri benefisar üçün, müraciətçi üçün nə dərəcədə motivasiyalıdır əmək haqqının kondisiyası baxımından. Bu dedikləriniz də aydındır üzrə, amma dediyiniz müzakirəni demək olar ki, yan bir istiqamətidir. Mən istədim, bir sual verim sizə və bu suala da sizdən cavab alaq. Bugün bizim universitetlərimiz əmək bazarına ixtisaslı mütəxəssisləri yetişdirə bilirmi? Bizim proqramımız buna cavab verir? Mən belə düşünürəm. Universitetlərin, bütün universitetlər arasında bərabərlik şərəsi qoymağın mən əleyhiniyəm. Universitetlər, seçimli universitetlər var, xüsusi universitetlər var ki, bəli, bunlar mütəmadi olaraq əmək bazarını öyrənir və həmin əmək bazarına uyğun olaraq keyfiyyətli kadr hazırlığında maraqlıdır. Çünki həm reyting baxımından istəyir, reytingli olsun. Yox, maraqlıdır, bəs bacarırmı? Bacarmaq da tək universitetdən, bayaq xanım da vurğuladı, universitetdən asılı deyil. Orada oxuyan tələbə nə dərəcədə motivasiyalı, nə dərəcədə ixtisası düzgün seçib,
Bu məqamlar var. Amma Üzeyir müəllim, mən belə danışaq da, mən sizin dediklərinizdən razıyam, amma baxın da, əgər tələbə maraqlı deyilsə, oxumaq istəmirsə, universitet onu bitirməyə qoymamalıdır da. O əlaçı qurtarmaya bilir, ancaq akademik kəsilsə oxuya bilir. Məsələ ondan ibarət ki, bizim universitetlərimiz qəbul prosesini həyata keçirirlər, qəbul olunur tələbə və tələbə əgər başlayırsa prosesə, bu və digər halda bizdə belə bir ideya var ki, o mütləq universiteti bitirməlidir. Baxın, dünya universitetlərinin içərisində OECD ortalaması bundan ibarət ki, qəbul olan tələbələrin ən azı 30% universiteti bitirmir. Bizdə isə bu 5%-dən daha aşağıdır, 2-3%-in üzərindədir. Çünki universitet selektiv yer deyil. O, özünün tələbəsini sonra əmək bazarına buraxmaq üçün seleksiyadan keçirmir, seçmir. O sadəcə olaraq universitetə girdi və nə görsə onun bitirməsi üçün çalışır. Amma universitet elə bir məkandır ki, o əmək bazarına kadr yetişdirəndə, o əmək bazarı üçün yararlı deyilsə və yaxud oxumaq üçün yararlı deyilsə, onu mütləq sıxışdırıb ortadan çıxartmalıdır. Ümumiyyətlə, bilirsiniz, bugünkü çağırış tamam yeni, innovativ çağırışlar var. Siz fikir verirsiniz, bugün əmək bazarında təkcə insan insana rəqabət deyil. İndi artıq əmək bazarında insan öz yaratdığı özünə rəqabətə çevrilib. Süni intellekt kimi bir güclü rəqibi gəlib və təsadüfi deyil ki, ölkə başçımız 19 martda 2025-ci ildə süni intellektlə bağlı strategiya qəbul elədi və həmin strategiyada da bu məqamlar var ki, yeni ixtisaslaşmada, ümumiyyətlə, universitetlər ixtisaslaşma müəyyənləşdirərkən, bax, bu süni intellekt çalarını mütləq nəzərə almalıdır. Həm proqramlarda, həm ixtisas qəbulu məsələlərində nəzərə almalıdır. Ona görə də burada təkcə həm yeni ixtisaslar yox, həm də ixtisaslara yeni qatqılardan söhbət gedə bilir. Yəni, innovativ qatqılardan, süni intellekt qatqılarına. Mən də həmin işçi qrupunda varam və sosial iş üzrə işçi qrupuna mən rəhbərlik edirəm. Əlbəttə, biz oraya yeni ixtisaslaşmalar təklif eləmişik. Misal üçün, klinik sosial iş ixtisaslaşması təklif elədik. Hansı ki, əmək bazarında buna çox böyük ehtiyac var idi. Və yaxud əhalinin müxtəlif qrupları ilə sosial iş ixtisaslaşması, yeni ixtisaslaşma kimi təklif elədi. Yəni, bunlar var, amma gəlin bugün baxaq görək. Bugün elə sosial elmlərə baxanda görürük ki, sosiologiyanın özündə, sosial işin özündə, digər elmlərin özündə tamam yeni, innovativ bir yanaşmaya ehtiyac var. Çünki bugün süni intellekt artıq bu sahədə, bu alanda özün ən güclü rəqib kimi göstərir. Yəni, bugün, məsələn, tutalım ki, sosiologiyada heç canlı respondenta ehtiyac olmadan ictimai rəy sorğusu keçirə bilən proqramlar var. Süni intellektin imkanları buna imkan verir, düzdürmü? Və yaxud da tibbdə əməliyyatları süni intellekt çox rahatlıqla realizə edə bilir, düzdürmü? Yəni, bugün artıq ixtisasları tam yeni ixtisaslarla yanaşı, elə köhnə ixtisaslar da ola bilər. Ancaq bu köhnə ixtisaslarda kontent təzələnməlidir, məzmun təzələnməlidir. Daha müasir alətlər istifadə, süni intellekt qatqısı olmalıdır buna. Çünki biz baxırıq ki, artıq əmək bazarında çox güclü qarşımızda bir rəqib durub artıq. O rəqib də... Baxın, Zeynəb, siz qeyd edirsiniz ki, həmin o yeniliklər cəlb olunmalıdır. Xüsusən də süni intellektin üzərində durdunuz. Yaxşı, bu dediyiniz yenilikləri tətbiq etdikdə bizim müəllimlərimiz o yeniliklərə uyğun olaraq tələbələrə o tədrisi keçə biləcəklərmi? Bilirsiniz, müəllimləri siz niyə statik təsvir edirsiniz? Kifayət qədər özlərində çalışan müəllimlər var, əlavə təlim proqramlarından istifadə edən müəllimlər var, əlavə özünü təkmilləşdirmə proqramlarına cəlb olunan müəllimlər var və universitetlər də şübhəsiz ki, maraqlı olmalıdır ki, öz kadrlarını hər daim mükəmməlləşdirsin, təkmilləşdirmə proqramlarına cəlb eləsin, xarici təcrübə, dünya təcrübəsini öyrənsin, yeni çağırışları mənimsəlsin. Şübhəsiz bununla bağlı universitetlər durub gözləmir. Universitetlərdə bununla bağlı işlər aparılır və onun nəticəsidir ki, məhz universitetlərdə yeni ixtisaslaşmalar açılır. Tamaşaçımız yazdığı bir mesaj var. Salam, mənim qızım bakalavr Bakı Dövlət Universiteti Sabah Qrupları Psixologiya Magistr Tibb Universitetinin klinik psixoloq ixtisasını fərqlənmə diplomu ilə bitirib iş tapa bilmir. Digər mesajda isə qeyd olunur ki, universiteti bitirirsən, iş üçün hər hansı bir yerə müraciət edirsən və səndən uzağı 2-3 il iş təcrübəsi istəyir. Yeni bitirən şəxs bu təcrübəsini hardan alsın? Kollecə il ərzində nə qədər tələbə qəbul olur? Onları iş tapmaq %20-yədir. Kollecə tələbə qəbulu dayandırılsın və kollecdə ləğv olunsun. Nə tələbələr, nə də ailələri maddiyyat cəhətdən çətinlik çəkib, stres çəkməsinlər. Təşəkkür deyə tamaşaçımız yazır. Bax, o tələbəni vurğuladığı məsələyə mən istəyərdim münasibət bildirəm. O deyirsə, psixoloq müraciət edib. Siz bilirsiniz ki, baxmayaraq ki, Azərbaycanda 2018-ci ildə psixoloji yardım haqqında qanun fəaliyyət göstərir. Ancaq bu günləri psixoloqların da, elə sosial işçilərin də fəaliyyətinin lisenziyalaşması realizə olunmur hələ ki. Onların akreditasiya eləmək sahəsində, düzdür, indi psixoloqlar təzəliklə başlayıb psixoloqların akreditasiyası məsələsi. Əgər, məsələn, klinik psixoloq özdə nə demək? Klinik psixoloq ən azı 3 il
praktik olaraq psixologiya istiqamətində O bir nümunədir sadəcə olaraq Hüseyn müəllim. Təkcə bir ixtisas üzərində bu qədər qalmayaq. Sadəcə respondent sual verir, ona görə onu cavablandırmaq üçün mənəvi borcu saydım, ona görə deyirəm. Yəni klinik psixoloq işləmək üçün ən azı magistr təhsilindən sonra 3 il sən psixologiyanın hansısa bir sahəsində çalışmalısan, sonra klinik psixoloq kimi fəaliyyət göstərəsən. Nə ilə razılaşmırsınız Şahin müəllim? Birinci, mənə görə, başlarında da qeyd elədim, mənə görə bir universitet öz kadrını doğru düzgün yetişdirməlidir. Bizzət mənim çox yaxşı qeyd edirəm. Bizim universitetlərin buraxılışı, xanım deyir, mənim uşağım qırmızı diplomla bitirib, iş tapa bilmir. Deməli, ya o qırmızı diplom saxtadır, belə, üzr istəyirəm, Fərqlənmə diplomu. yəni fərqlənmə diplomu ya fərqli yollardan alınıb, ya o uşaq yəni əzbərçiliyini alıb və ya Sizin ehtimallarınızdır. Bu mənim ehtimallarım, sözsüz ehtimallarımdır. Və bu gün psixoloqda çox ehtiyac olunan ixtisas yoxdur ölkədə. Şəxsən mən xanıma da burada müraciət edirəm. Sabah Facebookda da açıqdır. Yazsın ora, psixoloq kimi axtarır. Azərbaycanda yox, ümumiyyətlə dünyada psixoloq ixtisası ən vacib ixtisaslardan və fakültələrdən biridir. Gələcəyin ixtisasları kimi ki, qalayıb, yaşayacaq və böyüyəcək. Və bu tapa bilməmək artıq Dilşad xanımın dediyi kimi fərdin öz inkişafından asılıdır. Şahin bəy, biz buradan həmin tamaşaçıya müraciət edə bilərik ki, sizi sosial şəbəkədə tapsın və sizə yazsın. Yazır, hətta nömrəniz varsa yazsın və yönləndirin bizim Tamaşaçı da yəqin ki, bu məqamı izlədir və müşahidə. Əgər o işinə sahibdirsə və bir də gənclərin burada mövzu uzundur. Ona görə mütəmadi qaydırıq. İş tapa bilməmək məsələsi nədir? O gələcək misal üçün deyə gedəcək bir müəssisəyə, ona bir minimum haqqı ilə maaş təklif edəcək. Adam qayıdıb deyəcək, mən Bakı Dövlət Universitetinin psixologiyasını bitirmişəm, mənə bunu niyə təklif edəcəksən? Deyəcəksən, sənin təcrübən yoxdur, onu demək istəyirəm. Deyəcəksən, sənin təcrübən yoxdur, təcrübə al, formalaşandan sonra onsuz da maaşın istədiyin səviyyədə olacaq, zaman gəlib gedəcək. O baxımdan işi axtarmaq istəyən, tapmaq istəyən, biz fərdin üzünü atmamalıyıq. Bacarıqlı adam onsuz da universitet bitirməsə də belə uğur qazana bilir. Üstənilən sahədə... Hazırki zamanda biz işə götürənlər belə təcrübədən daha çox o təcrübəni tətbiq edə biləcək. O biliyi tətbiq edə biləcək insan. Olan adamı onsuz da universitet bitirməsə belə... yaranan bir sistemdir. Onboardingdən hər bir işə götürən o işçini yetişdirir. Neçə ildir bizim IT şöbəsinin əməkdaşları və müdürləri əksəriyyəti diplomsuz və universitet bitirməyən uşaqlardılar. Amma işi bilirlər. Kurslardan hətta birinə şöbə müdürü əmri vermək istəyir, baxırıq diplomu yoxdur, işləyibdir. Deyirəm, niyə yoxdur, deyir ki, müəllim. Amma universitet bitirib 150-200 balla girib, tutaq ki, birinci kompüter mühəndisliyi bitirən tələbədən, türən məzundan qat-qat savadlıdır. Bu bacarıq başqa bir şeydir. Burada universitet əgər o tələblərə cavab verməyən tələbəni diplomu əlinə verib çölə buraxanda, sonra da əmək bazarında hamı düşür, iş axtarır. Bir qədər və Şahin bəy dediyi məsələlər kimi problemlər çıxır ortaya. Girişimiz çətindir bizim. Yəni qəbul imtahanı o qədər çətindir ki, yəni bir stressdir da. Amma universitetə girdimsə bitirəcəm şeyi var, rahatlığı var. Hətta bir çox hallarda, belə deyim də, indiki məzunlarda, o vaxt bəlli vaxtda da abituriyent olurlar da, onlarda belə bir məsələ var da, marafon Dövlət İmtahan Mərkəzinin imtahanlarını bitirənə qədərdir. Universitetə daxil olana qədərdir. Ondan sonra azad olursan, rahatsan. Hətta bir çox hallarda valideynlərin dilindən də bu ifadə səslənir ki, bircə universitetə daxil ol, sonra hər şey rahat olacaq. Elə deyilmi Şahin bəy? Siz də onlarla söhbətdə bu hadisələrin şahidi olursunuzmu? Nəinki onlardan bizim özümüz də tələbə olmuşuq, abituriyent olmuşuq. Hər bir valideyn nə vəd edir? Sən universitetə gir, sənin üçün falan şey alacaq. Sən universiteti bitir, narahat olma, mən səni falan yerə düzəldəcəm. Dayın ölməyib. Bibin tapşıracaq səni. Bu tipli şeylər tələbələri, belə deyim, tənbəlləşdirir. Təbii, bu mentalitetdən, cəmiyyətdən gələn bir boşluqdur. Amma biz nəyə fokuslanmalıyıq? Nicat müəllimin dediyi, Şamil müəllimin dediyi universitetin öhdəliyinə düşən məsələlərə. Hər bir universitet öz tələbəsini birinci kursdan normal şəkildə karyera planlamasına hazırlamalıdır. Düzdür, karyera planlaması fənni artıq universitetlərdə tədris olunur. Amma o fənni tədris edən mütəxəssislər nə dərəcədə bu fənnin mütəxəssisidir? Bu məsələyə qayıtmaq istəyirəm. Bayaq Üzeyir mənim qeyd elədi, dedi ki, universitetlərə bərabərlik qoymayaq. Hətta mən deyərəm, burada fakültələrə də bərabərlik. Ola bilir ki, universitetin bir fakültəsi çox lazımlı, uğurlu, bacarıqlı məzun yetişdirə bilir. Digər fakültələr bu iş sahədə bacarıq sərişdə göstərə bilir. Elədir. Bir də karyera planlamasında tələbə öz karyerasına başlamaq üçün bir neçə sualın cavabını tapmalıdır. Bir, mən nə istəyirəm sualını və mən kiməm sualını. Bu sualın cavabını tapmaq üçün də onun müəllimi istiqamət verməlidir birinci kursdan. Ta ki, 4-cü kursun sonuna qədər. Amma biz universitetlərlə nə görürük? Nicat müəllim vurğuladı. Universitetə qəbul olur və başa vururlar. Hər kəs universitetə qəbul olur
kəsilir, alt qrupa girir, yay məktəbinə girir. Yəni universitetə başa vurub mən universitet məzunuyam statusunu daşımaq üçün çalışır. Amma elə olmalı deyil. Universitet nə etməlidir? Mən özüm universitetdə işləmişəm. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşam, tələbələrlə işləmişəm təxminən il yarım müddətində və real olaraq tələbənin nə istədiyini bilirəm və universitetin nə verdiyini də bilirəm. 4 il ərzində ixtisaslarını yaxşı oxuyub, həmin o ixtisasın imkanlarına yiyələnən bir şəxs əmək bazarında rahat özünə iş tapa bilərmi? Xeyr. Bax, bir vacib məsələlərdən biri budur. mövzu deyim. Bax, mən filologiyanı bitirmişəm. Çox qısa münasibət bildirin, Nicat bəy. Bakı Dövlət Universitetinin Filologiya Fakültəsi. İndiki proqramlardan təzə-təzə tanış olmağa başlayırıq. Bugün müəllimlik peşəsini bitirib başlaya bilmir. Nəzəriyyə yüklü dərslər o qədər yüksəkdir ki, mən müəllim kimi gedirəm sinifə və yaxud da Elm və Təhsil Nazirliyinin müəllimlərin işə qəbul imtahanına gəlirəm, çatıram. Mənim orada keçdiyim çoxlu, mənə lazım olmayan, artıq yük kimi üstündə olan fənlər var. Məsələn, bir müəllim üçün riyazi dilçilik nə qədər vacibdir və onun yanında tutaq ki, pedaqogika nə qədər vacibdir. Bizim fakültələrdə, məsələn, bizim yadımızda gəlir ki, pedaqogika ixtisas fənni belə daha işi bitər, yola verin, düzələcək. Amma orada Azərbaycan dili, müasir dilçilik falan daha vacib idi. Amma bu günün müəllimi üçün o bilgidən daha çox bacarıq tətbiq edən Baxın, siz hələ müəllimliyə aid bir məsələni qeyd edirsiniz. 2010-cu ilin məzununda mən olmuşam. Hətta bizim ildə, bizdən əvvəlki məzunlardan da biz onlarla söhbət edirdik. Qeyd edirlər ki, ixtisas fənlərindən savayı o qədər bizə lazım olmayacaq fənlər tədris olunurdu ki, deyirdik, axı buna nəyə ehtiyac var? Deyəndə də deyirlər ki, jurnalist hər şeyi bilməlidir. Amma bugünkü praktikada biz baxırıq ki, o keçirilənlərin bəlkə də fənlərin adları belə yadımızda qalmayıb. İxtisasdan savayı bu qədər qeyri-ixtisas fənlərinin tədris olunmasında tələbələrə nə faydası olur? Əslində dünya praktikasında belə bir şey var ki, biz indi universitetə girəndə karyeranı düşünürük, amma dünya praktikasında bu 9-cu sinifdən, yəni 15 yaşdan sonra artıq onlar hansı karyera tərəfə gedəcəklər, sırf o fənləri tədris edirlər. Amma indiki mənzərəyə biz nəzər salaq və indiki mənzərə əsasında Nicat bəy, sizdən bir cavab alaq. Mən sizinlə razıyam. Belə problem var və bu problem bizim tərəfimizdən də yəni aydın şəkildə biz başa düşürük ki, belə problemlərimiz var. Amma bunun yenə dediyim kimi də bunu dəyişməyin yolu, mexanizmi mövcuddur. Sadəcə bu mexanizm üzərində ali təhsil müəssisəsi öz-özlüyündə işləməlidir. Baxın, bizim 150-dən çox bakalavr ixtisasımız var. Təhsil Nazirliyi olaraq biz bütün bakalavr, ən azı hələ bakalavrdan danışıram da, indi magistratura ixtisasları, Şəmil müəllimgil və komissiyalar birlikdə işləyirlər. Biz bütün 150 ixtisasdan, 153 ixtisasın hamısını bir-bir nəzarət edib, onun içərisindəki hansı fənnin keçirilməsini Təhsil Naziri bunu mümkün deyil həyata keçirsin. Düzdür, bunun üçün alət var, axırda deyək ki, akreditasiya və s. var. Amma məsələ burasındadır ki, universitet özü təklif eləməlidir ki, bu sizin üçün artıqdır. Bilirsiniz, universitetlərdə bu proses nəyə görə baş verir? Bu bizim çox ciddi məsələlərimіздəndir və bəzən bunu qaldıranda bizim üçün problem yarar. Baxın da, universitet bəlli kafedraları var, o kafedraların da bəlli dərs yükləri var, orada müəllimlər var və s. Və o müəllimlərə dərs yükü yaratmaqdan ötürü universitet həmin onların lazımsız fənlərini tələbələrə təklif eləyir və yaxud da məcburi şəkildə verir. Bundan qurtulmağın yolu olmalıdır. Yəni, universitet deməlidir ki, baxın da, yəni bu ixtisasa burada ehtiyac yoxdur. Necə olmalıdır o yol? Bunun yolları var da, məsələ burasındadır ki, bütün dünyada universitet müəllimlərinin bu və ya digər şəkildə qiymətləndirilməsi həyata keçirilir. Hər yerdə olduğu kimi. HR-lar burada da bilirlər. Yəni, bütün işçilərin şirkətdə bir işçinin qiymətləndirilməsi həyata keçirilmir, siz onunla müqavilə bağlayırsınız. Universitet müəllimlərinin də qiymətləndirilməsi həyata keçirilməlidir. Və universitet müəllimlərinə, universitet müəllimlə müqavilə bağlayanda ona deməlidir ki, bax, sən bu cür, deyək ki, kriteriyalara, meyarlara cavab verməlisən, bu cür tədqiqat aparmalısan, bu cür dərs keçməlisən, belə sillabusun olmalıdır və s. Əgər sən 1 ildən, 2 ildən sonra bu tələbə cavab vermirsənsə, mən səndən müqaviləmi pozuram, sağ ol, bundan sonra səndən işləmirəm. Bax, bu dediyiniz tətbiq olunarsa, düşünmürsünüz ki, bugün universitetlərdə tədris keçən müəllimlərin bir neçə hissəsi işsiz qalacaq? Yəni, problem oradan. Bir qədər də Şəmil bəy dediyi kimi həssas hissə. Bu bizim üçün həssas məsələdir. Bu, əlbəttə, məsələnin sosial tərəfidir, insanların, belə deyək də, yaşayışıdır və s. Amma digər tərəfdən biz ixtisaslı kadr istəyiriksə, biz istəyiriksə ki, cəmiyyəti ilə aparan insanlarımız olsun. O halda biz nəyisə mütləq qurban verməliyik də, yəni bir düzəltmək istəyiriksə,
mütləq reforma istəyiriksə, mütləq hardasa, nəyisə qurban verməliyik. Bunun başqa yolu yox. Fasilədə qeyd ediniz ki, Nicat bəy ilə razılaşmadığın bir məqam var idi. Bu idi yoxsa indi razısınız? Əlavə etmək istəyirəm. Məsələn, Nicat müəllim toxundu məsələyə ki, tutalım ki, praktika məsələsində universitetlər əmək bazarında şirkətlərlə, müəssisələrlə işləməyə maraq göstərmir. Onu maraqlandırmaq lazımdır. Necə maraqlandırmaq lazımdır? Əgər biz bir neçə ildir hər verilişdə çıxıb burada deyiriksə, universitet maraq göstərmir, onu maraqlandırmağın yeganə yolu akkreditasiyadır. Bayaq qeyd etdiniz. Akkreditasiyada tələb qoyun. Bir universitetin 30% məzunu işə qəbul olmursa, siz ona bir illik möhlət verin ki, ged üzərində işlə, sənin növbəti akkreditasiyaya keçir. Valla var orada. Akkreditasiya meyarlarımız var. Məsələn, necə keçir bu universitetlər? Akkreditasiyada mən də iştirak eləmişəm, yoxlamada. O suala cavab ala bilərmi Nicat bəy sizdən? Bizim akkreditasiyadan keçməyən ixtisas proqramlarımız xüsusilə son illərdə kifayət qədər çoxalıb və biz bunun üzərində də ciddi şəkildə dayanmışıq. Bu da məsələnin digər ağırlı tərəflərindən biridir. Amma bütün hallarda bizim akkreditasiyadan, institusional akkreditasiyadan ciddi şəkildə keçməyən universitetlərimiz var. Və bizim akkreditasiya iki cürdə, çox texnikidir, bu institusional bir də proqram. Bir var, hansısa ixtisas sahəsini akkreditasiya edirsiniz ki, bu davam eləsin. Bir də var ki, ümumilikdə universiteti akkreditasiya edirsiniz ki, bu işləsin, yaxud işləməsin. Akkreditasiyanı keçməyən, xüsusilə son meyarlardan sonra keçməyən çoxlu ixtisaslarımız və hətta universitetlərimiz də mövcuddur. Və bu işləyən bir mexanizmdir. Amma akkreditasiya prosesinin özü 5 ildən bir baş verən bir prosesdir də. Yəni bu hər il akkreditasiya eləmək mümkün deyil. Çünki o çox ağırlı prosesdir bu proses. Amma məsələ burasındadır ki, akkreditasiyanın əsasında universitetin özünü qiymətləndirməsi dayanır. Universitet özünü qiymətləndirir, ondan sonra akkreditasiya müəssisəsi gedib onu akkreditasiyadan keçirir. Universitet özünü qiymətləndirəndə baxmalıdır ki, mən hansı vəziyyətdəyəm və nəyi dəyişməliyəm. Sizcə bunu audit xidməti göstərən bir özəl müəssisələr etsə daha məqsəd uyğun olmaz? Deməli, mən bir dənə orada Nicat Nazirliyin mənafeyini təsdiqləmək adına deyil. O suala cavab verəcəksiniz. Bu suala cavab verəcəm. Deməli, yəqin ki, adını çəkməyəcəm. Bir 5-6 ay bundan qabaq mənə zəng gəldi. Bir universitetin proqram akkreditasiyasında mütəxəssis olaraq dəvət olunub. Açıq bir iki dəfə də vaxtım yoxdur, çatıra da bilmirdim və prosesə qoşuldum. Bir də mənə maraqlı gəldi, Şahin bəy dediyi kimi, görün bu akkreditasiya necə gedir. Və doğrudan işin içinə girəndə adam bəzən kənardan baxır, deyirsən işini eləmirlər. Hamımız kimisə tənqid edik də. Və o qədər ağrılı və çətin prosesdir və çox da ciddi bir proses getdi və bizim mütəxəssis olaraq ora qol çəkmişdik ki, mən bu yoxlayıcı komissiya üzvüyəm. Belə dərimizi soydular da o sənədləşməni hazırlayıb təqdim edənə qədər və prosesin içərisində indi bilmirəm Nazirliyi addan açıqlamayıb 2-3 universitetimizin akkreditasiyasını keçməmədiyi sənədlərin yenidən qaytarılıb üstündə işləyib gəlməsi ilə bağlı tapşırıqlar da var. Məsələ bir də bilirsiniz nədir? Bizim universitetlər bu gün tələbə qəbulunda əziyyət çəkmir. Heç bir universitet, qardaş, dünəndən bu günə bir həftə içərisində mən Türkiyədən, nə bilim Kıbrısdan, Qazaxıstandan belə 4-5 rektoru qəbul eləmişəm, görüşmüşük. Ki, tələbə ehtiyacları var. Bizim universitetlər hamısı belə oturublar. Çünki yerimiz onlara qədər, mən hətta deyərdim, qəbul sayını biraz azaldalar. Onlar əziyyət çəkirlər ki, plan dolmadı və yarışa girsinlər. Yarış da harada olsun, reyting olsun, buraxılışda olmuş olsun. Çünki üstənilən halda bir ad markalı universitetlərimiz var. Dövlət universitetləri ümumiyyətlə heç. Amma bir qədər dedik, biz özümüzdə dedik ki, qəbulda dardır, giriş dar, çıxış genişdir. Yaşamadı bir dediniz, indi biraz... Eyni şey deyilik. Qəbul planı var, qoyulub 100 nə bilim, yer. 100 yer üçün mübarizə aparır 300 nəfər tutaq ki, deyək. Girir 100-ü, 200-ü qarı çöldə. Çıxışda isə bunun 100-ü də çıxıb gedir. Bu problemdir, bu başqa bir problemdir. Hətta bir qədər və qeyd ediniz ki, ondan da çox gedir. Bəzən o perevod köçürmələr var da, başqa ölkələrdən gəlir, nə bilim, nə olur, bir də görürsən çox olur say olaraq. Bu ayrı bir mövzudur. Mən demək istəyirəm ki, bizim bugünkü universitetlərimizin qəbul alma var, tutaq ki, dövlət universitetlərimizin heç biri çox az ixtisaslar ola bilər ki, indi o statistika tam yadında deyil, özəl universitetlərdə olar ki, plan da olmadı. Çox gözümül şəkildə planları da olur. Çünki müəyyən bal həddindən tələbələrin qəbul eləmək şansları var. Və bu da dediyimiz kimi sondakı o seçim universitet əziyyət çəkməlidir ki, tələbə mənə niyə gəlsin? Ki, mən yaxşı təhsil verirəm. Çəkməlidirmi bu əziyyəti? Mən elə gəlir ki, ali təhsil ocaqları da, peşə məktəbləri, kolleclərdə, orta məktəblərə ayaq atmalıdır. Tam haqlı, dediyim odur. Yəni, bir nəfər qapınızı döyürmüş, siz İxtisas nə tanıtımlarını həyata keçirməlidir. Abituriyentlərə ixtisasları tanıtmalıdırlar. Yeni çağırışlara cavab verən ixtisasları bəlli etməlidirlər. Hələ də izah eləyə bilmiş o sosial iş nədir? Bəli, yəni Aysel, çünki ixtisas tanıtımları olmalıdır. Orta məktəblərdən getməlidir, ali məktəblər, kolleclər ki, bax, belə ixtisasları var və orta və uzaq perspektivdə, yaxın perspektivdə, məsələn, bu ixtisas əmək bazarında uğurlu yer tuta bilər. Belə bir ixtisas tanıtımları olmalıdır. Yəni, əmək bazarı biraz koordinasiyalı fəaliyyəti sevirir. Həm
əmək müəssisələri ilə təhsil müəssisələri tələb təklif əsasında çalışmalıdır. Həm hər ikisi öyrənməlidir. Tutalım ki, əmək müəssisələri öyrənməlidir ki, hansı ali təhsil ocağında buna tələblərinə uyğun kadr hazırlığı var. Ali təhsil ocaqlarda əmək bazarını öyrənib o çağırışa cavab verən, o kriteriyalara cavab verən. Bir neçə dəfə biz universitetlərə müraciət elədik ki, 11-ci siniflərimizi gətirmək istəyirik, bir universitet turu olsun, ixtisas seçmə ərəfəsində bunlara bir məsləhət verin, görüşün. Belə heç yaxın da buraxmır ha. Yəni qəbul bir neçə az universitet Təqribən 4 dəqiqə vaxtımız qalıb, əziz qonaqlar. 4 dəqiqə vaxtımız qalıb. Mən sizə də dinləyəcəyiniz Nicat bəy, sonra doğru. Mən istərdim ki, sizin səsləndiriniz son təklif və ona əlavə edəcəkləriniz varsa onları səsləndirin və bu 4 dəqiqədə bərabər bölərək təklifləri səsləndirin. Birinci təklif odur ki, ixtisaslar insanlara içərilərinə təqdim olunmalıdır. İxtisaslar tanıdılmalıdır ki, ixtisaslarla abituriyentlər tanış olsunlar və ona uyğun seçim etsinlər. Yoxsa səhv seçim edib, könülsüz şəkildə 4 ili başa vurub, sadəcə diplom xətrinə oxumasın. Bir bu. İkinci, ümumiyyətlə, əmək bazarı qarşılıqlı şəkildə öyrənilməlidir. Qeyd elədiyim kimi, hətta orta məktəblərdə də əmək bazarı öyrənilsə daha yaxşı olar. Bir də ki, ümumiyyətlə, universitetlər son çağırışları, özəlliklə də süni intellektlə bağlı innovativ dəyişiklikləri proqramlara, dərsliklərə, dərs vəsaitlərinə yansıtmalıdır. Dilşad xanım, sizin təkliflərinizi eşidək qısa. Üzeyir bəyə dəstək verirəm. Həqiqətən də bizim hal-hazırda ölkəmizdə mövcud olan özəl məktəblərdə, məktəb nəzərdə tuturam, bu dediyi təkliflər irəli sürülüb. Artıq orada 9-cu sinifdən etibarən müəyyən fənlər var ki, sırf uşaqlardan psixoloqlar işləyir. Sən həqiqətən özünü harda görürsən? Sən, məsəl üçün, mən sənə müəyyən yatırım eləmişəmsə, sən mütləq şəkildə hüquqşünas olmasan, yox. Ola bilər, uşaq fotoqrafiyaya, məsəl üçün, marağı varsa, o sahədə yönəldib daha uğurlu ola bilər. Bunu digər dövlət məktəblərinə də tətbiq olunsa. Yəni siz deyirsiniz ki, məktəbdən artıq uşağın bacarığı və istəyi nə etsə ona yönəlib öyrənməlidir. Şahin bəy, siz dinləyək. Mən bir neçə təklifim var, qısa səsləndirəcəm. Birincisi, universitet əmək bazarından qarşılıqlı işləməli, dövlət özəl tərəfdaşlığına daha çox yer verməlidir. Bu sadəcə adda qalmamalıdır. Hər hansı bir istiqamətdə kadr hazırlığı ilə məşğul olan özəl müəssisəyə düşmən gözü ilə baxmamalıdır. Çünki hər ikisinin məqsədi eynidir. Əmək bazarına kadr vermək və təbii ki, burada maliyyə faktı var. Universitet ödəniş alır. Eyni zamanda ödənişli şəkildə təcrübə proqramının da ödənişini alır. Məsələn, bir tələbə 1 illik təhsil haqqı ödəyirsə, 4-cü kursun 1 semestri bunun təhsilidir, 1 semestri təcrübəsi. Amma biz nəyi görürük? 3 aylıq təcrübəni 4 həftəyə indirib universitetlərin əksəriyyəti. Bu aradan qaldırılmalıdır əsas. Şahin bəy, çox qısa buyurun. Sevindirici haldır ki, bu problemlərin hamısını dövlət qurumlarımız görür. Elm və Təhsil Nazirliyi məhz bu komissiyaların yenidən yaradılması ilə başladı. Mən ümid edirəm proqramlar daha yaxşı hazırlana bilər və ən arzu elədiyim odur ki, universitetlər bu proqramlar yenidən hazırlanıb ortalığa çıxandan sonra bunun icrasını doğru düzgün həyata keçirsinlər ki, biz bir 4 ildən sonra da bu problemi yaşamayaq. Son dəqiqənizdir. Buyurun Nicat bəy, söz sizə də eyni zamanda bu dəqiqə ərzində iş adamlarının cəlb olunması və buna gözləntilərimizə də fikir səsləndirə bilərsiniz. Sözsüz ki, əgər iş adamları vacibdir ki, ən vacib olan məsələ, əgər onlar ixtisaslı kadrlar istəyirlərsə doğrudan da, bununla bağlı universitetlərin qapılarını mütləq döyməlidirlər. Bu təkcə belə peşəkar kadr hazırlığından söhbət getmir. Eyni zamanda universitetlərdən tələb olunmalıdır ki, sizin mikrokreditlər verəsiniz, hansı təlimlər keçəsiniz və s. Bu qarşılıqlı şəkildə olmalıdır. Bir, əmək bazarı gəlib universitet deməlidir ki, sənin hansı işçinə və yaxud da hansı kadr potensialına ehtiyacım varsa, gəlin mənim sahəmdə olan adamları sizə verin, bundan istifadə edək. Digər tərəfdən də bu çox qarşılıqlı bir prosesdir və hər iki tərəfin bir-birindən ciddi şəkildə işlənməsi lazımdır ki, bu, belə deyək də, biz bir Pareto optimallığa çataq da, yəni bir ekvilibrium yarada bilək. Əziz tamaşaçılar, biz bugün Sabah Saxlama studiyasında məzunlar niyə iş tapmaqda çətinlik çəkir suallar ətrafında müzakirə təşkil etdik. İndiki mənzərə onu göstərir ki, biz nə vaxtsa yenidən bu mövzuya qayıdacağıq. Sabah isə eyni vaxtda fərqli mövzuda görüşmək ümidi ilə hələlik deyirik.